Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Və nişanları öyrənək və bu rubrikamızda sizə 1.21 uşaqlar xəbərdarlıq nişanından bəhs edəcəyik. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. 1.21 uşaqlar nişanı məktəb, uşaq bağçası, düşərgə və başqa bu kimi uşaq təşkilatlarının yanından keçən və hərəkət hissəsinə uşaqların çıxma ehtimalı olan yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir. Uşaqların çox dinamik, hərəkət təhlükəsizliyi barədə onların təsəvvürlərinin isə zəif olduğunu nəzərə alınaraq, bu nişanın təkrarlanmaqla xüsusi qaydada tətbiqi nəzərdə tutulmuşdur. Birinci nişan yaşayış məntəqələrində təhlükəli sahənin başlanğıcına 50-100 metr qalmış qoyulur. Yaşayış məntəqələrindən kənarda isə 150-300 metr qalmış, ikinci nişan isə yaşayış məntəqəsindən kənarda təhlükəli sahəyə ən azı 50 metr qalmış, yaşayış məntəqələrində isə bilavasitə təhlükəli sahənin başlanğıcında qoyulmalıdır. İkinci nişan təhlükəli yol sahəsinin, yəni yolun uşaq təşkilatının yanından keçən hissəsinin uzunluğunu göstərən 7.2.1 nişanı ilə birlikdə qoyulmalıdır. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. Smartfonunuzdakı Azparking tətbiqi ilə artıq megabayt xərcləmədən mobil tətbiqin imkanlarından istifadə edə bilirsiniz. Bu rejimdə istifadəçilər internet paketləri bitəndən sonra belə tətbiqin əsas imkanlarından yararlanır. Nələr daxildir? Ən yaxın parklama məntəqələrini görmək, parklama müddətini başlatmaq, sonlandırmaq, əvvəlcədən əlavə edilmiş kartla ödəniş etmək, yeni avtomobil əlavə eləmək, fərdi parklanma talonuna müraciət etmək və hazırda bu rejim Azercell və Baxsel abunəçiləri üçün aktivdir. Əgər nömrəniz bir tərəfli bağlıdırsa, bu funksiyadan istifadə mümkün olmayacaq və həmçinin smartfonunuza mobil data funksiyası da gərək aktiv ola.